İstisnasız olaraq bütün itlər hürür. Bəzisi çox, bəziləri isə az. Lakin fikirləşmək lazım deyil ki, qonşuları narahat edən hürmə mənasız melodiyalardır. Bu sədaqətli canlıların hər trili öz sahibinə və ətrafdakılara çatdırmaq istədiyi müəyyən mənanı verir. Əgər sənin dördayaqlı dostun varsa, deməli sən fikir vermisən ki, o ayrı-ayrı hallarda başqa cür hürür. Birinci halda biz aqressivlik, ikinci halda tənhalıq, üçüncü halda isə şən əhval-ruhiyyə hiss edirik. Görəsən it hürməklə nə demək istəyir? Biz təhlükə barədə şübhələnmədikdə belə, itlər artıq onu hiss edirlər. İtləri nəysə narahat edərsə, qulaqlarını şəkləyib, qeyri-iradi hərəkətə keçirlər. Belə ki, onlar təkcə özləri üçün deyil, sahibləri üçün də narahat olurlar. İt kiminsə üzərinə hücum edən zaman əvvəlcə qarşısındakına xəbərdarlıq edir. Yəni, yüksək aqressiya ilə hürən itə yaxınlaşmaq məsləhət deyil. Həmçinin bu aqressivlik digər itə qarşıdırsa, o zaman öz itinizi oradan uzaqlaşdırmalısınız. Bəli, itlər bu cürdür. Onlar diqqət mərkəzində olmağı xoşlayırlar. Əgər sahiblərinin başları nəyəsə qarışırsa, itlər özlərinin mövcudluğunu yada salırlar. Maraqlıdır ki, it nədənsə qorxduğu zamanda hürməyə başlayır. Bu halda sizin əsas vəzifəniz onu sakitləşdirməklə təhlükəsizliyini təmin etməkdir. Artıq məlum oldu ki, it hürməsi mənasız yerə deyil. Əksinə, ünsiyyət vasitəsidir. Bundan sonra çalış ki, öz tüklü dostun hürməklə sənə nəyisə başa salmaq istədikdə onun xətrinə dəyməyəsən.